Bir videoda qarşılıq və bircəlik növü öyrənmək istəyirsənsə, izahı sonuna qədər dinlə, səhifəni də izləməyi unutma. Getdik. Lövhədə görürsünüz ki, yazmışıq yazışmaq, qaynaşmaq və dəyişmək sözləri hansı qrammatik məna növdədir. Yadınızda saxlayın ki, feilin hansı qrammatik məna növdə olduğunu bilmək üçün öncə onu kök şəkilçiyə ayırmaq lazımdır. Yəni tərkibinə görə təhlil etmək lazımdır mütləq şəkildə. Yazışmaq, yazmaq, yazışmaq. Baxırsan ki, ı şəkilçisi var. Yazışmaq hansı növdür? Qarşılıq növdür. Nəyə görə qarşılıq növdür? Müəllim, yazışanda axı qarşı-qarşıya oturmuruq. Bəzən belə deyirlər, qarşılıq növdə iş, hərəkət qarşı-qarşıya icra olunur. Qarşı-qarşıya yox, qarşılıq gözlənilərək icra olunur. Aydındır? Yəni bir onun sən qarşılığını gözləyirsən. Tutaq ki, Əli götürdü, Həsənə yazdı. Düzdür? Yazır ancaq. Həsən buna cavab vermir. Bir xətt düşür də WhatsApp-da atıb bloka. Bir xətt düşür. İndi Həsən dedik də biz nəysə. Əli yazdı ona, düzdür? Bir xətt düşür, bu yazışma prosesi adlanır. Əli gəlir deyir ki, mən yazışıram. Yox, axı ona cavab yazmayıb. Əli yazsa, Həsən ona cavab yazsa, Əli təzədən ona cavab yazsa, bu proses yazışma adlanır. Aydındırmı? Yəni yazışma qarşılıq növ o deməkdir ki, bir qarşılığı olur. Düzdür? Məsələn, deyin görün məktublaşmaq hansı növdür? Oradan kimsə deyir ki, qarşılıq növ. Məktublaşmaq, laş orada bircədir. Yəni ş şəkilçisi yoxdur, ona görə o məlum növdür. Ona görə deyirəm, kök şəkilçiyə aid. Qaynaşmaq sözündə. Sözün kökü nədir? Qaynamaq, ş leksik şəkilçidir. Qaynaşmaq nə deməkdir? Baxın, kütlənin bir arada hərəkət eləməsi. Buna məsələn insanlara da aid ola bilir, heyvanlara da aid ola bilir. Düzdür? Yayda evdə kondisioneri qoşursan, bu pəncərəyə vururuq setkalar. Düzdür? Pəncərəni açırsan get. Orada ditdirlər, biz ditdiri deyilə bilmirəm. Ditdirlər nə edir? Qaynaşır. Yəni çoxluq anlamında da qaynaşır. Biri gözləmir ki, qaqa mən buradayım, sən də gəl. Yox, belə bir şey yoxdur. Qaynaşmaq hamısı bircə. Və ya gedirsiniz metroda, 28-ci metrosuna baxın bir dənə. Gələn, gedən, üst-üstə hamısı yazıqda birinin ayaqqabısı o tərəfdə qalıb, birinin papağı bu tərəfdə qalıb. Yəni insanlar qaynaşır. Ona görə bircəlik növ götürürük. Dəyişmək sözü hansı növdədir? Sözün kökü D, iş leksik şəkilçidir. Dəyişmək hansı növdür? Müəllim, nə olsun 5 nəfər toya çağırılır, bir dəcəsi meyxanaçılar, burada 5 nəfər, burada 5 nəfər. Müəllim bircədir? Yox. Dəyişmək də yenə qarşılıq növdür. Biri deyir, digəri ona cavab verir də. Dəyişmə budur. Yəni tək sən demirsən ki, sənin dediyinə cavab verir. Məsələn, girin baxın, Mehmanla Rəşadın xətt söhbəti var. Maraqlıdır. Girin baxın, görürsünüz ki, biri deyir: "Nə oldu xəttə 2 tığ var idi. Bu məsuliyyətdən uzaq qalmısan." Digər də ona qəşəng cavabını verir. Samit qoşuldu, Samitin biri düşür. Zəifsən, heyətdən uzaq qalmısan. Deməli, dəyişmək hansı növdür? Qarşılıq növdür. Dərs qruplarımıza qoşulmaq istəyirsinizsə, sınaq qruplarımıza qoşulmaq istəyirsinizsə, sürət qrupları və mətn qruplarına qoşulmaq istəyirsinizsə, 055 597 01 51 nömrəsinə yaza bilərsiniz. Sağ olun.